Məşhur bir duası var Həzrəti Zəkəriyanın ki, Allaha deyir ki, Allahumma la tədirni fərdən innəkə və əntə alə və əntə xayrul varithin. Ayə belə olmalıdır məzmunu. Allahım, məni heç vaxt tək başıma qoyma, sənin varislərin ən yaxşısısan. Və adətən övladı olmayanlar bu duanı, bu ayəni dua kimi oxusalar, Allah onlara tez bir zamanda övlad nəsib eləyər. Zəkəriyya əleyhissalam o vaxt ki, ibadətgahdan çıxdı və öz qövmünə dedi ki, sabahdan axşama kimi Allahı zikr eləyin. Allahı təsbih eləyin. Səbbihu bukran və aşiyən. Sabahdan axşama kimi Allahı təsbih eləyin və Allah digər bir ayədə Ali İmran surəsində Zəkəriyya əleyhissalama deyir ki, vəhy eləyir və ona deyir ki, işarət orucu tutsun. Yəni necə? Elə bir ki, susmalıdır, danışmamalıdır, amma kiməsə nəyisə başa salmaq üçün və yaxud kiməsə nəyisə cavab verməsi üçün əli ilə işarət eləsin. Bu işarət orucu yalnız Zəkəriyya əleyhissalama